Günümüzdə görürük ki, özünü tərbiyə ilə ciddi məşğul olan insan azdır. Səbəbi var buna. Bunun səbəbi var. Səbəb budur ki, uyğun motivasiya yoxdur. Uyğun motivasiya yoxdur. Niyə mən özümlə məşğul olmalıyam? Niyə özümü tərbiyə etməliyəm? Buna tutarlı səbəb təqdim eləyə bilmirik. Ona görə insanlar üçün, gənclər üçün çox da maraqlı olmur, yorucu olur bu mövzular. İnsanlara səbəb təqdim olunmalıdır. Mən nə üçün özümü islah etməliyəm, özümlə məşğul olmalıyam? Ona görə də insanların çoxu buna həvəs göstərmir. İnsan özünü önəmli görməlidir, əhəmiyyətli görməlidir. İnsan hiss eləməlidir ki, kimin üçünsə əhəmiyyətlidir. Ona dəyər verən var. Allah bu hissi öz kitabı vasitəsilə təmin eləyir. Quran insana öz qiymətini aşılamaq istəyir. İnsanın öz dəyərini insana tanıtdırmaq istəyir. Hər dəfə də kitabı oxuyanda, insan açıb qarşısına qoyanda bunu düşünməlidir ki, bu kitab şəxsən mənim üçün nazil olub. Hal-hazırda Allah şəxsən mənimlə danışır. İnsanlarla yox, şəxsən mənimlə. Bu həqiqətən də belədir. İnsan dərinliyə, belə deyək, mahiyyətinə vararsa məsələnin, Quranı açarkən Allahın ona nə qədər önəm verdiyini hiss eləyər. Quranı oxuyarkən əldə etdiyimiz əsas hiss bundan ibarətdir ki, mən Allah üçün nə qədər əhəmiyyətliyəm gör. Ki, həyatın qayda qanununu bütün təfərrüatı ilə, xırdalığı ilə mənə izah eləyir. Mənə başa salır.